Məsələn, deyirlər ki, ailələr çox vaxt deyirlər ki, kasıbçılıqdan dağılır, darlıqdan dağılır, yoxsulluqdan dağılır. Amma mən bilirəm ki, sizin hər ikinizə müraciət edən çox imkanlı ailələr var ki, hətta həmin ailələrdə 3 uşağa qədər belə var, amma boşanırlar. Yaxşı, varlı ailələr niyə dağılır? Varlı adamların boşanmasında düzdür, bu aksioma deyil. Adətən mən rast gəlirəm ki, onlar maddi olaraq varlıdırlar, amma mənəvi olaraq kasıbdırlar. Hamısı mı belədir? Əksəriyyəti, yəni əgər burada davalarla müşahidə olunursa, xırda əmlak üzərində mübahisələr gedirsə, deməli həmin şəxslərin maddi vəsaitləri çox olsa da mənəvi olaraq kasıbdırlar. Xəsis olmayan adamlar, xəsis adamlar adətən həm də pis adamlar olurlar. Mən bunun fərqinə varmışam. Amma çox pul xərcləyən adamlar adətən yaxşı insanlar olurlar. Çünki onların pul çıxanda ciblərindən canları çıxmır. Belə atalar deyimi var da. Çox vaxt varlılar arasında boşanmalar adətən hər ikisi varlı ailə olanda mən görürəm ki, daha çox olur. Tərəflərdən biri nisbətən daha az təminatlı olanda bəzən nəyisə görə boşanmalar olmur və yaxud ləngir. Baxmayaraq ki, bəlkə də elə ən çox boşanılası ailə də həmin ailədir. Ona görə bu baxımdan düzdür. Kasıb ailələrdə istər-istəməz problemlər daha çox çıxır. Sayca çox olur.